Salam dostlar, Hövsan Toyuqlar kanalına xoş gəlmisiniz. Bugün sizə evdə bişirilmiş sadə üsulla balıq, bizdə əcəb sandal, balıq əcəb sandalını göstərəcəm. Deməli, kartofu doğrayırıq, soğanı doğrayırıq, kök doğrayırıq. Yəni çox balaca ehtiyac yoxdur, elə normal. Sonra qırmızı istot, yaşıl istot birazdan atıram. Qalanın üstünə qoyacağım. Sonra sarımsaq da atıram. Duz, istot töküb qarışdırıram hamısını bir yerdə. Sonra hansı sobaya qoyduğum qaba döküb üstünə balığı qoyuram. Dostlar, kanala abunə olmağı, bəyənməyi, yorum yazmağı unutmayın. Bəyənən əlləriniz var olsun. Biraz da çıxaq həyətə. Yağış yağır vardı. Bu da bizim məstandır. Axır ki bişdi. Bizim sobadan çıxartmışıq. Yəni bu cür xoşlayıram balığı, qoyanda böyük balığı. Suyun içində xoşlamıram. Mən belə xoşlayıram. Belə qəşəng olur. Kebaba da oxşuyur bir tərəfi. Çox qəşəng, dadlıdır. Sağ olun.